Sizə də inşallah belə bir gözəl ev qismət olsun dəyərli izləyicilər. Əvvəla hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Dəyərli izləyicilər, bu evi mən bir dəfə çəkmişdim. Qiymət 650 min manat olan vaxtı, indi təcili olduğu üçün qiyməti endiriblər 590 min manata. Çox xahiş edirəm, axıra kimi baxın. Fikir bildirərsiniz dostlar və paylaşım edərsiniz. Qısa məlumat verəcəm. Hər hansısa sualınız yaransa, istənilən vaxtda 050 755 95 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verirəm. Deməli dostlar, Mərdəkanda Qoşaqala restoranın düz arxasında əsas yoldan 100 metr məsafədə. 6 sot torpaq sahəsində 270 kvadrat 5 otaq tam əşyalı bir bağ evidir. Bir də vurğulayıram, qiymət 590 min manata endirilib. Real müştəriyə yenə də endirim olacaq. İnşallah ki, gəlin, baxın, bəyənin, yerində sahibi ilə söhbət edək. Dostlar, girişdən evin görünüşüdür. Modern evdir. Tam olaraq monolit betondan falan tikilib. Yəni bunları deməyə ehtiyac yoxdur. İnşallah özünüz gələndə görərsiniz ki, sözümüzdə yalan yoxdur. Əsas girişdir. Jalüz darvaza, yanında əl qapısı. Girişdən sol tərəfdə belə bir yay qış mətbəxi cam balkonla yığılıb. Təbii ki, yeri sip oldu. İçin mətbəxi yığılıb, quraşdırılıb. Yəni hər şey ən ideal vəziyyətdədir burada. Gir yaşa bir evdir. Girişdən sağ tərəfdə yaşıllıq zolağı var dostlar. Böyük filtrli havuzu var. Havuzun üzərində belə kobra şəlaləsi və orada da dekordu, həm də üzərində şəlaləsi var. Havuzun baş tərəfində əlavə olaraq duşdur. Yəni havuzdan istifadə edəndən sonra burada duşu var. Duşdan istifadə etmək üçün praktik olaraq çox yaxşı, ideal yerləşdirilib və buradan da evin görünüşü. Mən düşünürəm ki, bu günə görə çox ideal bir variantdır. Yəni də qiyməti də evə görə əladır. Evin sağından solundan yetərincə hava işləmək üçün yer var dostlar. Bura verandasıdır, terasıdır, qonaq otağından da, mətbəxdən də bura çıxış var. Havuzu aşmadı, belə deyək. Sonra dəyərli izləyicilər, həyətin sanitar qovşağı burada yerləşir, görürsünüz. Çox vaxtınızı almayım deyə təqdim etmirəm. Eynisinə yaşıllıq zolağı və bu da evin sol tərəfi. Burada besetkanın girişində sağda solda bunlar fontanları da ki, görürsünüz. Qısa olaraq evlə də tanış olağın. Bir də vurğulayıram. Hər hansısa bir sualınız yaransa, istənilən vaxtı 050 755 95 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Deməli dostlar, bura giriş hissəsidir. Böyük bir hol, fikir verirsiniz. Hol ümumi olaraq kerma qranitdir, qonaq otağı. Holla mətbəx kerma qranit. Bir də vurğulayıram, qalan otaqlar bahalı laminatdır. Ümumi olaraq da istif holdur. Görürsünüz, holda belə bir qardırob falan yığılıb. Girişdən sağ tərəfdə bizim mətbəximiz. Mətbəx mebeli, elektronik və hamısı quraşdırılıb. Böyük vitraj pəncərələr həyətə açılıb, deyə vurğuladım. Mətbəxdən terasa çıxışı var. Hündür tavanlıdır, rəng seçimləri əladır. Zövqlü bir evdir, yəni tərifə ehtiyacı olmayan bir ev. Burada qonaq otağı. Qonaq otağı da yetərincə böyükdür. Burada hündür tavanlıdır dostlar. Buradan da terasa çıxışı var. Və ümumilikdə 4 yataq otağı var. Bura birinci böyük yataq otağı. Bu yataq otağın daxilində dostlar sanitari qovşağı var. Hamam otağı ilə bir yerdə təbii ki. Bu da qardırob otağı. Bu yataq otağına aid olan təbii ki üzr istəyirəm. Sonra dəyərli izləyicilər, bura evin əsas hamam otağıdır, sanitar qovşaqla bir yerdə. İşləmələr falan hamısı divar içidir, təbii ki, bunları görürsünüz. Daha bir böyük yataq otağı dostlar. Bu yataq otağında özünün sanitar qovşağı, hamam otağı ilə bir yerdə. Və qardırobu da ki, demək ehtiyac yoxdur, göz qabağındadır.
Sonra dostlar, əlavə olaraq bir burasını otaq, paltaryon falan görürsünüz, bura quraşdırılıb, evin kamera sistemləri burada yığılır və bu da böyük bir əlavə olaraq yataq otaqdır. Bu yataq otağında daxilində özünün böyük qardırobu və hamam otağı sanitar qovşaqla bir yerdə var. Deməli dostlar, bu yataq otağında mən sizə təqdim edeyim. Buradakı əlavə bir yataq otağı və daxilinin qardırobu. Deməli, Mərdəkəndə Qoşaqala restoranın arxasında 6 sot torpaq sahəsində 270 kvadrat 5 otaqlı tam əşyalı bağ evi 590 bin manata təcili satılır. Diqqətinizi təşəkkür edirəm, bizi izləməkdə qalın.